Salam, hər vaxtınız xeyir olsun. Əziz və dəyərli izləyicilərimiz. Sizə möhtəşəm bir bağ təqdim edəcəm. Möhtəşəm bir bağ. Bağ deyirəm sizə, villa deyirəm sizə, təqdim edəcəm. Gəl eləyim, birinci buranı göstərim. Bağda, bugünkü gündə işlənən hər bir şeyi bu bağın sahibi bura yığıb. Görün nələr var burada, hər şey var. Bağa aid bütün əl diləkləri hamısı bunun içərisindədir. Baxın, bunun içərisindədir. Elmin, gəzirsən bağı, gələ bunu yeyərsən, bunu səhət yeyirlər. Hansı bağdır? Axır zamanlar belə bir bağlar çəkmirik də biz. Hamısı sırayla əkilmiş meyvə ağacları. Hələ bu evin ön hissəsi var. Daşma hovuzu var, şəlaləsi var, qarajı var, gözətçi evi var. Evin özü 2 mərtəbədir. Qiyməti də gözəldir. Ərazisi də gözəldir. Sizlərə tam olaraq məlumat verəcəm. Elvin dedi ki, gəl birinci bağdan başlayaq. Meyvə ağacları olan bağdan başlayaq. Son zamanlar deyir, biz belə bir bağlar çəkmirik. Meyvə ağacı ilə bol olan həyətlər. Dedim ki, gəl, problem deyil. Məsləhətsə keçək evin arxasına. 14 sot, 12 sotun kupçası var. Ev də kupçalıdır, həyət də kupçalıdır. Gözəl bir ərazidə. Bax, bütün zoğalından tutmuş alça, zoğal, gavalı, alma, vişnə, sonra gilas, üzümlər, növ meyvə ağacı ilə bol olan bu bağımız bugün bizi tərəfindən sizlərə təqdim olunur, satışa çıxır. Yer haqqında, ərazi haqqında dolğun olaraq sizlərə evin ön hissəsində inşallah məlumat verəcəm. Mən bu reyhanı çox sevirəm, o da saxlamaq üçün sonra alacam səndən. Yığırsan ona. Hə. Elvin, bax, burada belə bir ev sahibi, belə bir, biz ləm deyirik. Başqa nə deyirlər buna? Çardaq. Gözəl bir çardaq var, oturmaq üçün stolu, hər şey qoyulub. Bunu deyir, özüm elə, bax, buradan bütün hündürlüğü, hər yer görünür. Bu, manqalın hava çəkənidir. Burada, bax, belə bir çardaq var, oturmaq üçün. Hamısı da üzümdür, gördüyümüz kimi. 14 sot, tam səliqəli, gözəl. Bax, bu ağac kəsilib, elmin, görsən, ağac kəsilib, burada onun üstündə belə bir stol düzəlib. Gəl. Düşək. Bir-bir sizə evin arxasında nə varsa, bax, bütün işıqlar, hamısı işləyir. Hər yerdə kamera xəttləri ilə çəkilib, hazırdır. Bu hissə evdən ayrıca olaraq yayğış mətbəxidir. İçərisi də bütöv olaraq isti döşəmə ilə təmir olunub. Evimiz tam olaraq əşyalı olaraq bugünkü gündə satışa çıxıb. Sizlərə məlumat verəcəm. Evin arxa hissəsindədir. Daşdan, kərpicdən burada belə bir manqal inşa olunub. Əmindir ki, gördüm, yox, bu mənə ləzzət eləmir. Bir dənə də deyir, dəmirdən qəşəng yığdırdım, qoydum bura. Qaz sobası da, su övzəsi də hər bir şey burada var. Stolu. Burada isə həyətdə istifadə eləmək üçün, bu arxa hissədə istifadə eləmək üçün sanitar qovşağıdır. Bu hissədən keçid var, evin ön hissəsinə. Baxın. Oy maşallah, bu da kondisioner işləyir. Hə? Hardadır bə? Sərinliyi vurur, özü yoxdur. Bu keçiddir. Evin arxa hissəsindən ön hissəsinə. İndi isə biz keçirik evin ön hissəsinə. Bax, daşma hovuza bax, şəlaləyə bax. Onun ön hissəsində isə böyük bir şəlaləsi var. Gəl keçək. Evin arxa hissəsi ilə ön hissəsinin ayıran keçiddən çıxdım. Damafon burada qoşulub, evin içərisində də var. Bu hissə isə yeni yığılıb bunun üstü. Bu hissə isə oturmaq üçün bir verandadır. Stolu, divanı, kreslosu, hər bir şeyi var. Bu hissədən isə birbaşa evin arxa hissədən göstərmişdim. İsti döşəməni olan yayğış mətbəxi. Oradan da evin içərisində keçid var. Onu da sizlərə göstərəcəm, əzizlərim. 14 sot, şəxsi tikili, daşma hovuz, dəvəboynu şəlaləsi. Həyətdə əlavə olaraq dekorativ ağacların tam mərkəzində gözəl bir şəlalə. Ev haqqında indi sizə dolğun olaraq məlumat verim. Ətrafı görürsünüz, hər yer yaşıllıqdır. Gözəl bir ərazidəyəm mən. Hal-hazırda, dəyərli izləyicilərimiz, mən Fatmayı kəndindəyəm. Fatmayı restoranı var idi, köhnə insanlar tanıyır, hansı ki Fatmayı restoranı harada yerləşirdi. Düz Fatmayı restoranının yanında Müdafiə Nazirliyinin istirahət mərkəzi var. Ona yaxın bir ərazidə
Hansı ki, baxın, bu darvazadan, avtomatik olaraq darvazanın qarşısından 10 dəqiqədən bir buradan marşrut xətti keçir. 10 dəqiqədən bir. Fatmayı poçtuna yaxın bir ərazi. Mən evdən çıxmamışdan mən konumla baxdım. Ayna Sultanovadan bir də ki, Azadlıq metrosundan düz bu həyətə 15 kilometr məsafə var. Əzizlərim, 15 kilometr. Yəni Ayna Sultanovdan mən evdən konumu vurdum. 18 kilometr göstərdi. Bu nə deməkdir? Bu şəhərdən bura düppədüz yolla, gözəl bir ərazi ilə gəlmək məsafəsi 15 kilometr. Buradan da dənizə 3 kilometr məsafədə yerləşir bu bağ. Şəxsi olaraq inşa olunub, kupçalıdır. Evin də, torpağında kupçası var. Evin həyətində ayrıca gözətçi evi var. Meyvə bağı gördünüz. 3 maşınlı qarajı var. Sonra arxa hissədə sanitar qovşağı, bu hissədə sanitar qovşağı mövcuddur. Qiyməti isə bugünkü gündə start olaraq 600.000 manatdır. Əzizlərim, buyurun, keçək. Bu hissəylə də sizi tanış edeyim. Baxın, burada nə yerləşir? Bu evin ümumi giriş hissəsindədir, ön hissəsində, həyətə giriş hissəsində. Burada ayrıca işıq tənzimləyici, əl üz yuyan, paltar yuyan maşın. Burada dolablar, burada isə hamam, tualet yerləşir. Bura isə, buyurun keçək. Bax, burada kiçik bir mətbəx. Kondisioner, oturmaq üçün mətbəxdə stol, divan, su hövzəsi, qaz sobası, soyuducusu, hər bir şey var. Bir də bu hissədə isə 2 yataq dəsti qoyulub, bütün kamera xəttləri hamısı bura çəkilib. Bu gələcəkdə sizin istəyinizə uyğun olaraq qonaq evi kimi və yaxud da gözətçi evi kimi istifadə edilə bilən bir tikilidir. Bu tikilinin arxasında isə, əzizlərim, gördüyümüz kimi biz indi bütün maşınlarımızı burada saxlamışıq. Ev sahibi sağ olsun, qapını açdı, içəridə saxlayın. Bir də Elvin çöldə saxlayıb maşını. Burada 1 maşın, 2 maşın, 3 maşın. Baxın, belə yerləşsə 3 maşın rahat bu qarajın içərisinə yerləşir. 2 mərtəbə monolit beton, alt monolit, ara kəsmə monolit, üst monolit dam örtüyü ilə bağlanıb. Dəyərli izləyicilərimiz, burada tikintiyə aid olaraq, təmirə aid olaraq çox incəliklər var. Onu gəlib özünüz inşallah yerində görərsiniz. Çox möhtəşəm bir bağdır, çox gözəl bir bağdır. Bu həyətdə, bu evdə 4 fəsil yaşaya bilərsiniz inşallah. İndi isə mən keçirəm evin daxilinə, evin içərisi ilə də sizi tanış edeyim. Buyurun keçək evə. Axırıncı da paçam belə bağ çəkmişdi. Bilmirəm, bax, evin ümumi giriş qapısıdır. Hündür tavan da, çoxdan tikilməyinə baxmayaraq hündür tavandır. Ümumi giriş qapısıdır. Keçirik, birinci. Keçən kimi. Dəhlizdən sonra belə bir qonaq otağı. Təbii kamin, həm qazla, həm də odunla yanır. TV stendimiz, ya Allah, Allah xeyir versin. Sağlamın. İkinci mərtəbədə 4 yataq otağı yerləşir. Birinci mərtəbədə bir yataq otağı burada. Keçdi o tərəf, keçdi çox. Çəkirsən Elvin? Mən bunları qoyum bura, açqımdan telefonumu bura qoyum. Gəl keçək burada. Ayrıca ayaq yolu. Ayrıca böyük bir duş kabinalı olan hamam otağı. İkinci mərtəbəyə qalxmamış, mən həyətdən sizə demişdim, yayqış mətbəxi. Oranı göstərim sizə. Həyətə baxan hissə hamısı cam balkondur, əzizlərim, baxın. Geniş, böyük bir yayqış mətbəxi. Bəh. Görüntüyə baxın, denə. Cənnətdir. Bütün hamısı da cam balkondur, açılır. Sıyrılır, açılır, yığılır, hamısı bir tərəfə. Bu otağın içərisində, baxın, bax, bütöv olaraq bura mətbəxdir, mətbəx mebelidir. Burada da hər bir şey, elektronikalar var. Əzizlərim, onu da sizə bildirim ki, gördüyünüz bütün əşyalar qalacaq, şəxsi əşyalardan əlavə olaraq şəxsi əşyalar çıxacaq. Bütün, bax, Elvin, həyətin ruzu bərəkətidir, həyətdən yığılıb. Bu həyətdə meyvəyə pul verilmir.
Hələ əminin anbarına girmədin sən. Bütün bibinin orada varinaları, bibinin orada kompotları, hər şey bu həyətdəndir. Hər şey bu həyətdən. Burada da belə bir istirahət zonası düzəlib televizora baxmaq üçün bu ərazi. Buradakı həyətdən dediyim hansı ki, həyətə giriş, çıxış qapısı. Maşallah böyük. Burada bir də ustalarsan, bir dənə. Yayda, qışda fərqi yoxdur da. Kondisioner həm burada var, həm də orada var. Dəyərli izləyicilərimiz, qalxaq 2-ci mərtəbəyə. Buyur Elvin. Bu da seyf qapıdır. Geç. Qalxaq 2-ci mərtəbəyə. Gəl. Qaçırdırsan bu pilləkənləri belə. 2-ci mərtəbənin geniş, böyük bir dəhlizi var. Çox genişdir, böyükdür. Burada gələcəyinə istənilən güşəni düzəltmək olar. Kondisioneri var. Eyvanı göstərdin Elvin. Bax, buradan görünən bu yoxdur da, yəni ki, biraz da uzansam mənim boyum çatmır Elvin. Dənizi də görə bilərsən əslində. Çünki niyə hər tərəf yaşıllıqdır, böyük-böyük ağaclardır, qonşular falan, hamısı yaşıllıqdır. İnanırsınız, cənnətdir də bura. Burada vallahi heç kim qocalmaz. Gəlib sadəcə buranı alıb, buraya baxıb, buradan yaşamaq lazımdır. 4 fəsildə yaşaya bilərsiniz. Marşrut xəttinə qədər, 2 tərəfdən suyu var, qazı, işığı, interneti, bütün kameralar hamısı yerindədir. 1 yataq otağı, 2 yataq otağı, 3 yataq otağı, bir də burada geniş ayrı-ayrıca duş kabinası, vanna otağı, əl üzüyanı, bir də ayaq yolusu mövcuddur. Bir dənə də yataq otağı aşağıda, 1-ci mərtəbədə var. Bu da eləyir 4 yataq otağı. Öpürəm sizi. Dəyərli izləyicilərimiz, bəyəndinizsə abunə olun, kim abunə olmayıbsa. Bəyəndinizsə like eləyin. Nəsə sözünüz varsa yazın bizə, biz sizi cavablandıraq. Təşəkkür edirəm sizə bizi izlədiyi üçün. Biz izləməyə davam edin, abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın.